Qadınlarda sevgi aclığı olur. Bu kişilərdə də ola bilər, amma qadınlar daha dərin duyğular az öncə də dediyimiz kimi yaşadığı üçün və keçmişi buraxa bilmirlər. Sevgi aclığı olur və keçmişi buraxa bilmirlər. Bəs bu nə ilə bağlıdır? Necə nəticələnir? Aydındır. Bu mövzu çox şaxəli bir mövzudur və dərin bir mövzudur. O qədər dərindir ki, bunu izah eləsək məqalələr yazılar, qadınların hisslərinə görə romanlar, eşq romanları və travmalarına uyğun hətta psixoanaliz də aparmaq olar. Qadınlar niyə keçmişi buraxa bilmir? Sual budur və qadınlardakı sevgi aclığı nədən ibarətdir? Niyə kişi bu qədər sevgi istəmir, amma qadın istəyir? Hə, illah da sevgi. Niyə sevgi. qadın da kişi də bu qədər istəsin eyni səviyyədə? Məncə kişi də istəyir axı. Yox. Kişi də istəyir, amma istəmə şəkli fərqlidir. Məsələn, kişi sevgini yeməkdə, geyimdə, Bəli. evdə rahatlıqda Çünki kişi beyni ilə qadın beyninin funksiyaları fərqlidir. Ayrı tipli funksiya ilə işləyir.